Bir dənə də bir video yayıldı. Polis, qəhrəman döyüşçünün anasıyla polis necə danışır? Gəlin baxaq. Alo. Bəli. Salam Seniz xanım. Salam. Size vəsiqə demişdim, 2 gün şəxsi vəsiqə. Niyə atmıyorsunuz? Niyə atmalıyam ki? Günə başladın niyə atmalıyam? Şəxsiyyəti təsdiq edən sənət olmalıdır, bilməliyik kimdir. Kim prokurorluğa gidir, bilmirsən niyə atmalısan? Və siz mənə niyə bildiriş vermədiniz ki? Şəxsiyyət vəsiqə atmayan mən nə bu danışma? Gəlib orada başı başına gətirərəm bura. Qanadaxsın, qanadaxsın. Başı qaçı bana. Şəxsiyyət vəsiqə atmayan nə gətirəcəm bura? Məni hüquq satıraq, mən sor bilməliyim. Açın şəxsiyyət vəsiqə göndərmə gətirə dedi. Hüquq satır. Hüquq var ya. Mən təhsil dairəsinə Dəqiqəsində dəqiqəsində. Dəqiq xoşlanırsın, ağıl başına gedir orada. Mən təhsil dairəsinə tabiyəm. Şəxsiyyət vəsiqə gətirəcək, çox güzel təhsil idarı. Şəxsiyyət vəsiqə göndərməyə yedəkdən gözürə dedi o. Sözün gedək, ali təhsil. Şəxsiyyət vəsiqə göndər bura. Ama sizə nə gəlir, şəxsiyyət vəsiqə göndər bura deyəndə. İndi gəlin görə bu qəhbənin balası kimdir? Bu qəhbənin balası qəhrəman döyüşçünün, qazinin anasıyla belə danışan, maşına basaram, sən belə oran əldən gedib, buran əldən gedib, o pox yer, bu pox yer, qudurmuşsan, nə bilim, belə danışan polis ancaq Vilayət Eyvazovun polisi ola bilər. Bir də, bu anasının ağzına verdiyiniz, arvadının ağzına tökdüyünüz, Ramin Qədirov, bax, Sabirabadın polis rəisi, Ramin Qədirov. Bax, bu qəhbənin doğduğu, bunun mavinidir, bu qəhbənin doğduğun adamıdır. Bax, bunu adam doğmayıb, bax. Bütün polislərin, serjantların spermatozoidi olsun bunun arvadının ağzına. Bunun arvadının ağzına elə versinlər ki, çöldə yumurtalar qalmasın, o da girsin içinə. Bax, bu indi görə kimdir, nəçidir, baxaq. Salam Qabil bəy, Sabirabad rayonunun polis şöbəsinin təhqiqatçısı Bayramov Möhlət, Möhübbət oğlu. Ay Möhübbətin papağına geyindirim. Ay sənin dədənin ağzına itəliyim. Bayramov Möhlət. Möhlət, sənə möhlət qoydum ha. Sənə möhlət qoydum ki, gələn il səni axtaracaqam. Bax, deyirəm sənə, gələn il yaz başı iyidə çiçəkləyəndə, cəmaatın şeyi duranda, iyidə çiçəkləyəndə səni axtaracağam. Bax, sənə möhlət qoydum ha, iyidə çiçəkləyənə kimi. Ay möhlət. Bayramov Möhlət Möhübbət oğlu, Qazi anası Sevinç müəllimə ilə cobut və təhqir edici danışıbdı. Cobut. Heç bir şikayət olmadan, heç bir problem olmadan Sevinç müəlliməni təhqir edildi, hədəliyibdi, cobut danışıbdı. Sabirabad polis şöbəsində qanunsuz 5 saat onu saxlayıbdı ayağı üstə. İşgəncə ediblər, Qazi anasına işgəncə ediblər. Müxtəlif təhdid və təhqirlərə məruz qalıbdı. Hələ şöbəyə gedəndən də sonra başına 100 lira oyun açıblar. İncidiblər də yəni. Bayramov Möhlət Möhübbət oğlu, polis rəisi arvadı ağzına alan Ramin Qədirovun sağ əlidir. Ramin Qədirov tapşırıqlarını möhlətə verir, tapşırıqlarını möhlətə verir. Möhlət vermədən möhlət Ramin Qədirovun tapşırıqlarını icra edir. Deyilənə görə möhlət Ramin Qədirovun arvadıyla 2 dəfə Bakıda əlaqədə olublar, cinsi əlaqədə. Ona görə də ona elə səlahiyyətlər veriblər. Möhlət Bayramov sahibkarlara haqq qoyur, divan tutur. Şərləmək işlərinə baxır. Ramin Qədirov bu ilin iyul ayında Möhlət Bayramova iş tapşırıb ki, bir nəfər var, pullu adamdır, onu şərləmək lazımdır. Möhlət rəisin tapşırığını yerinə yetirdiyinə görə Ramin onu polis şöbəsində ucaldıbdı və çox böyük miqdarda pul alıb, çox böyük miqdarda bir adamı şərləyibdi və Ramin Qədirov bu yaxından onu tərifləyibdi. Sabirabadda polis özbaşınalığı yüksək həddə çatıbdı. Daxili İşlər Naziri Vilayət Eyvazov Sabirabad polis rəisi Ramin Qədirova 2023-cü ildə deyib ki, səni Sabirabadda rəis təyin edirəm və sən Qarabağın bir rayonunu tikəcəksən. Buna görə də Ramin Qədirov Sabirabadların aldığı pulları hər ayın axırı göndərir Vilayət Eyvazova, rayonun bir rayon indi deyir, bir qəsəbənin tikintisi davam etsin deyə Vilayət Eyvazova pul verir. Və bunu da hər yerdə gizlətmir. Deyir, yaxşı eləyirəm, Sabirabadların anasını deyir, belləyirəm, özü deyir. Çünki deyir, mən Qarabağda məhəllə tikdirirəm. Vilayət, Allah bilir, Qarabağda otel, restoran tikdirir, hər neysə də, indi Qarabağda rayon tikdirirəm adından bu Sabirabadların dərisini soyur. Nə oldu o biri rəislər Qarabağda rayon tikdirmədi? Bu arvadının ağzına, ac qarnına 3 dəfə verdiyiniz Ramin Qədirov bu oğraş Qarabağda rayon tikdirir. Və İlham Əliyevin ayırdığı pullar hara gedir? Sən boynu yoğunluğu var o ki. Əvvəl gələndə anqutu çıxmışdı. Görürsün nə tərəf boynu yoğunluğu.